Salam əziz dostlar. Uşaqdan soruş verişimizin növbəti buraxılışı efirdədir. Bugünkü balaca dostumuz özünü təqdim eləsin. Əhədli Səid Cavidoğlu. Maşallah. Səid neçə yaşın var? 6. Neçənci sinifdə oxuyursan? Gedirsən məktəbə? Yox, hələ mənim evinə gəlirəm. Müəllimənin evinə girsən? Niyə? Hazırlığa. Hazırlığa gedirsən müəllimənin evinə. Nə hazırlıq keçir müəllimə sənə? Dərslər keçir, rəqəmlər keçir, Sonra nə hərflər keçir. Nə rəqəm keçib sənə? Neçə kim saya bilirsən? 10 kimi, 11 kimi. 11-ə kim saya bilirsən? Say baxın bir dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Aferin Səidə. Alqışlayaq Səidi. Səid, sən həyətə düşəndə kimdən oynayırsan? Bacım var, bacımla oynayıram. Nə oynayırsan? Məsəl üçün torpaq var, torpaqla oynayıram, SPS sürürəm. Sonra nə edirsən? Sonra gedirəm evə. Evə gəlib nə edirsən evdə? Həyətdə oynayırsan da elə. Hə. Elə oynada həyətdə nə var evdə? Evə getdim, evdə çoxlu oyuncaqlarım var, onunla oynayıram. Nə oyuncağın var? Pajaylım var. Sonra nəyim var? Sonra belə usta başlığım var. Sən bilmirsən sənin oyuncağın var, fikirləşirsən. Oyuncaqları tanımırsan Səid. Var, Hə, amma yadımdan çıxır. yadından çıxır. Hər gün oynayırsan amma yadından çıxır, hə? Hələ oyuncağa baxanda deyirsən görəsən bu mənim oyuncağımdır. Elə olub heç fikirləşmirsən elə. Əslində oyuncaqlarla oynamıram, əslində yazı yazıram. Nə yazırsan? Müəllimə sənə tapşırdıqlarını. Hə. Sən müəllimənin yanına hazırlaşmağa gedəndə müəllimə sənə çay verir. Yox. Niyə? Hazırlıqda heç nə olmur, yeməkdə olmur, heç Niyə? nə olmur. Niyə? 1 saat gəlir, 1 saat olur. Bəs birdən sən hazırlığa gedəndə sən açsan, nə edirsən orada? Mən dərslərimi oxuyuram. Ac-acına dərs oxumaq olur. Adam acında dərs oxuya bilir ki. Heç su qoyurlar, amma harda bir su içmək olar. Amma yemək yemək olmaz. Hə. Və müəlliməyə demirsən ki, müəllimə mən acımışam axı. Yox, Demək olmaz. Niyə? bilmirəm. Birdən müəllimə sənə deyir ki, Səid, dərsi yaz. Məsələn, sənə misal tapşırır ki, bu misalı yaz. Sən də misalı yaza-yaza. Məsələn, sənin ən çox sevdiyin yemək hansıdır? Mən çox sevdiyim yemək kartoşka. Kartoşkadır. Birdən orada hər belə bir yazacaqsan ha. Bir yazanda biri kartofa oxşadacaqsan. Elə bir ki, elə biləcəksən kartofdur, bax sənə baxır. Yox. Rəqəmləri yemək kimi görəcəksən, azacaqsan. Onda nə edirsən bəs? Onda nə edirəm? Acıcam seçli yemirəm. Eləcə durub baxacaqsan ki, müəllimə mənə evə buraxsaydı yeyib yemək yeyərdim, hə? Hə. Niyə müəllimə acımışam da mən kartof yemək istəyirəm. Yox, elə demirəm mən. Niyə? Bəlkə müəllimə sənə kartof verəcək orada. Yox, heç vaxt vermir. Orada Niyə? yanmır ki. Niyə? Sən demisən bəlkə verəcəkdi. Yox, verməyəcək. Vermir. Yox. Amma sən bir dəfə acanda soruş, məncə verər. Səid, bəs müəllimə özü nəsə yeyir orada? Evində yeyir. Yox, sizə dərs keçəndə yemək yemişdi. Yox. Niyə? Birdən müəllimə sizə dərs keçəndə özü yemək yesə nə edərsən? Mən dərsimi yazıram, tapşırıqımı yazıram. Deyərsən ki, müəllimə, sənin nuş olsun, sən yeməyi ver, mən dərsimi yazım. Hə? Birdən sən də istədin. Yox. Niyə? Olmaz? Olmaz. Olmaz. Yaxşı. Səid, ən çox hansı rəngi sevirsən? Ən çox hansı rəngi sevirəm? Mavi və mavi narıncı. Mavi və narıncı. Mavi nəyin var sənin? Mavi nəyim var? Mavi açkim var. Sonra Qırmızı posa. Mavi açkim var. Sonra mavi nəyim var idi? nəyin var idi? Mən bilmirəm. Sonra amma mavi səndən soruşuram. saatım var idi. Mavi saatım Onu var demisən, idi. mavi saat dedin. Yox, deməmişdin. Eynək demişdin, aski demişdin. Hə. Sonra Sonra dedim onu. dedin. Sonra saatım Deməli vardı. başdan başlayaq. Mavi açkın var. Sonra nəyim var? Saadım var. Sonra saatım nəyim var? vardı. Sonra köynəyim var idi. Bəs mavi saatımı niyə bizim verişimizə gələndə taxmamısan? Nə olardı ki, biz də görərik də, bizə də göstərərdi. Nə olardı Yandan ki? çıxıb. Gələn dəfə gələn taxarsan, yaxşı, göstərərsən bizə, xoşlanarsan, deyərsən mənim saatıma bax, yaxşı. Səid, sən ən çox kimdən oynamağı sevirsən? Ən çox kiminlə oynamağı sevirəm? Ən çox ata ilə oynamağı. Ata ilə oynamağı sevirsən. Ata ilə nə oynayırsan? Ata ilə gizəmaç oynayıram. Sonra nə edirsən? Canavar oynayıram. Canavar, atavı düşdürsən? Yox. Nə edirsən bəs? Nətər oynayırsan canavar? Canavar yecə oynayıram. Məsəl üçün mən ondan qaçmağa çalışıram. Tutub mən yeməməsi üçün Atan səni qaçmağa istəyir. çalışıram.
Deməli, qaçanda atam yerə yıxılır. Səhət Qaçanda ata bir dəfə bilmir. altından keçəndə yıxılmışdı atam yerə. Sonra yemirəmişdi atan. Hə, sonra oyun qutarır, sonra ata gedir, kağıta uzandı, yazılarını yazır. Yazı yazır. Atan məktəbə gedir. Yox, Hə. iş yazılarını yazır. İş yazılarını yazır. Bəs sən yazıları yazırsan? Hə, mən- Sən nə yazı yazırsan? Mən o hazırlıqdakı verdiyi dərslər yazıram. Orada nə yazırsan? Məsələn, sənə nə tapşırır müəllimə? Misal üçün Misal üçün nə? hərfləri tapşırır, yaz. Yazdın sonra. Misal, riyaziyyatda misalları verir ki, özün bir dəfə çıxma özüm yazmışdım, çıxmanı. Hə. Çıxmanı özüm, cavabını da özüm. Maşallah sən. Yazmışdım, Aferin 5 sənə. almışdı. Bir dəfə də misalı bir dəfə bir səhifə yazmışdım. Misalı 5 üstə gəlməmişdim, və üstə gəl. Aferin. Bəs sən Səid 5 üstəgəl alanda atan sevinir. Hə, Bəs atam atan sevdi. sən 5 üstəgəl alanda sənə hədiyyə alır. Almır, ancaq Niyə anam almır? alır. Anam alır. Yaxşı, sən ən çox atavı sevirsən, anavı. Atamı. Bəs sən hədiyyəni anan alır, amma atavı sevirsən. O necə olur? Hə? Arada bir ata da alır, arada bir mama da alır. Ən çox kim alır? En çok kim alır? Hə. En çok Hə. mama alır. Ən çox mama hədiyyə alır, amma ən çox atavı sevirsən, hə? Hə. Cığalçılıq edirsən, hə? Axı Maman küsəcək səndən. Yox, Evdə ata- yemək verməyəcək ata- sənə. Ata tez işten gəlir kimi qaçacam qucağına öpürəm. Hə, mamamı öpmürsən? Mamamı da öpürəm. Bəs Seni de öpürəm. ən çox atavı öpürsən, mamamı öpürsən? En çok mamamı öpürəm. Ən çox mamamı öpürsən, amma atavı çox sevirsən. Hə? Yaxşı, Səid, atandan, anandan başqa kimlə oynamaq sevirsən? Anamla atamdan başqa bacımla oynamaq istəyirəm. Yox, böyüklərdən deyirəm. Böylədən isə Hə. Əminə, Sonra sonra babayla. nə oynayırsan onlarla? Onlarla bəzi qaçırıq, bəzi güzel Hamını qaçızdırırsan, hə Səid? Hamı idman elətdirirsən. Hə. Nə qaçıb nə edirsiniz? Qaçıb, heç nə, qaçıb o tərəfə qaçırlar elə. Mən də Oturursan divanda deyirsən qaçın. Yox, Hə, bəs özüm də necə? qaçıram. Yığıram bir nəfəri və bacımı da götürürəm. Qaçırıq o yana buraya Niyə? qaçırıq. Babam gündə olur. Bəs sonra nə edirsiniz? Nətər oynayırsınız? Sonra otururuq dincəlirik. Qaçırsınız, dincəlirsiniz. Qaçırsınız, dincəlirsiniz. Hə? Ancaq belə oynayırsınız. Elə oynamırıq. Qaçırıb qutarandan sonra bir nəfərlik qutarandan sonra bir dəfəlik qutarandan sonra oturub istirahət edirik. İstirahət eləyəndən sonra nə edirsən? Necə istirahət edirsən? İstirahət edəndən sonra evə gəlirəm. Evə gedib nə edirsən? Evə gedib yatacağam. Yatırsan? Hə. Sən oyun oynamırsan heç telefonda? Yox. Telefonla heç oynamırsan? Yox, heç Bəs oynamıram. sən bizim verişə gəlməmişdən qabaq mənə dedilər ki, Səid bütün gün telefonda iqra oynayır. Yox. Bax, bizim verişimizdə uşaqlar yalan danışanda, orada verişə baxarsan özün. Uşaqlar yalan danışanda ekranda qırmızı işıq yanır. Əgər yalan desən, orada qırmızı yanacaq. Yox. Hə. Sən telefonla oynamırsan. Heç vaxt baxmamışam. Yaxşı. Orada göstərəcək ha qırmızı. Yox. Yalan danışsan göstərəcək. Heç vaxt eləməm. Danışdıq. Hə. Danışdıq. Yaxşı. Ən çox hansı heyvan sevirsən Səid? Ən çox hansı heyvanı sevirəm? Hə. Atı. Atınız var. Atımız yoxdur, fazla atı sevirəm. Heyvan saxlayırsınız? Heyvan heç saxlamır. Bəs ata minmisən heç? Ata minmişəm. Harda minmisən? Getmişdik, bir dəfə minmişdik, 2 dəfə getmişdik. Harda minmişdiniz? Çoxdan da minmişdik. At sürə bilirsən? At. Hə. At. Otururdu. Hə. Kişi at var idi, atın üstünde otururdu. Kişi onun bir də ipi vardı, ipindən tuturdu, aparırdı atı yavaş yavaş. Böylə üçün də var idi orada. Xoşuna gəlmişdi. Hə. İdman edirdin, hə? Elə bir at sürüb idman edirdin. Ya. Səid, Hə. sən hansı idmanla məşğul olmusan? Hansı idmanla məşğul olam? Ancaq bağçada idman eləyirəm. Ancaq bağçada idman edirsən. Başqa idmana getmirsən? Yox. Biraz da zikirliyə gəlirəm. Orada nə edirsən? Üzgüçülüyə Orada gedir. üzürəm. Üzə bilirsən? Hə, üzə bilirəm. Səni götürüb suya tullasalar üzə bilərsən? Hə. Batmazsan orada? Yox. Necə üzürsən? Belə şeylərim var, qolçularım var da. Onlara heç vaxt batsam yer çıxıram yuxarı, batsam yer çıxıram. Bəs O birdən bana da bilirlər. qolundakılar çıxsa üzə bilərsən?
Niyə? Bənət nəyə bölgənsən? Elə biləcəksən ora. Dərin çünki. Bəs örgənməyə girsən, örgən də. Bə nəyə gedirsən ora? Öyrənəcəm. Hələ Hava. çox var öyrənməyə. Hələ çox var örgənməyə, yaxşı. Evdə neçə nəfərsiz? Evdə 4 nəfərik. Kimdir ki 4 nəfər? Anam, atam, mən də bacım. Sən evdə ən çox kimlə vaxt keçirməyi sevirsən? Ən çox kimlə? Ata ilə. Yenə ata ilə. Cığaltısan, mama səni evdən qoyulacaq. Hə. Yaxşı. Sən böyüyəndə nə olacaqsan? Mən böyüyəndə nə olacaq? Polis müdürü Niyə? olacaq, polis müdürü. Polis müdürü olacaqsan. Aferin sənə. Polislər nə edir ki? Niyə polis olmaq istəyirsən? Çünki biri var müdür, oturursan belə deyirsən ki, ged işlə, biri var elə, biri var ki, işləyəsən. Sən işləmək istəmirsən, oturub deyəcəksən ged işlə. Hə. İndi kimi. Müdür olmaq İndi istəyirəm. oturursan, burdan deyirsən, əmim qaçır, babam qaçır. Onda da oturacaqsan, deyəcəksən qaçın, hə? Yox, elə yox. Adam işləməlidir. İşləmək yaxşıdır. Mən Hə. işləyəcəm. İşləməlisən. Sən səhər yuxudan neçədə durursan? Tez durursan, gec durursan? Gec dururam, çox gec dururam, Çox çox gec tez durursan. dururam. Bəs Çox gec bəs durmuram. hazırlığa gedəndə yatıb qalırsan? Yox, səhər tezdən dururam, amma biraz səhər açılır. Duranda görürəm ki, bacım durub, anam durub da, atam durmur. Görürsən hamı durub, ata-bala ki biz yatırsınız. Ona görə Hə. ikiniz qucaqlaşıb yatırsınız, bir-birinizə çox istəyirsiniz. Bircə durup sonra ata durur. Ata məcbur dur qızırıq. İmkan vermirsən yatsın. Hə. Hə. Ya, Bəs səhər gec yat. atan da yuxudan durdu, sən də yuxudan durdun. Sonra nə edirsiniz? Səhər məni Səhər nə yeyirsiniz? Nə yeməyi sevirsən? şokolad sevirəm. Şokolad yeyirsən yuxudan duran kimi. Yuxuda duran ki, əzimi yeyirəm, sonra şokoladımı yeyirəm. Sonra yeyirsən. Sonra nə yeyirsən? Sonra Hə. simita yeyirəm. Sən bilmirsən nə yeyirsən? Simita yeyirəm. Pendir yeyirəm. Niyə pendir yeyirsən ki? Güclü. Güclü olmaq üçün. Sonra nə yeyəndə adam güclü olur? Sonra bal yeyirəm də bal. Bal yeyəndə güclü Mən olur. bal da yeyirəm əslində. Bal da yeyirsən. Bal yeyirsən yoxsa maman səni məcbur eləyir ye? Ye Yox, güclü ol. ata ilə Bir dənə birlikdə. bunu da ye elə eləyir yoxsa özün yeyirsən? Ata ilə birlikdə yeyirəm. Atanla yeyirsən. Ata çəkir bir. Ancaq ata. Hə. Hə, maman səni qoymayacaq evə. Bax sənə deyirəm. Ata ilə yeyirəm. Hə. Axı mama bütün gün telefona bax. Hə. Hə. Yaxşı. Oralara girməyək. Sonra qoy sənin verişimizə yenə qoysunlar gəlməyə. Yaxşı. Yaxşı. Səid, atandan, anandan sonra sənə kim çox hədiyyə alır? Əmim. Nə alır sənə? Sak alır. Sakaldan sonra bəzən maşın alır. Əmim. Maşın alır. Maşının var sənin? Hə. Maşını sürüb gəlmisən bura? Yox. Hə. Atamın maşınına gəlmiş. Və sənin maşın hanı? Mənim maşınım yoxdur. Və deyirsən mənim maşını alır. Axı mən balaca maşınım, quş Hə, var. oyuncaq maşını alır. Hə. Başqa kim hədiyyə alır sənə? Başqa köylü alır. Babam alır bəzən, ancaq sok alır babam. Ancaq sok alır. Hə. Sok alanda deyirsən, bu başqalar da götürək, deyir əl vurma, ancaq sok. Elə deyir. Hə. Bəs nə deyir? Babamı əsəbləşdirəndə tez deyir. Gecə sok alır sənə. Hə. Əsəbləşdirəndə gəlib sənə sok alır, hə baban? Yox, əsəbləşdirməyəndə yemək, biz gəlirik ora, bir də görürük ki, sok var ortalıqda. Sonra nə edirsən? Stolda orta var. Hə, sonra sok açıram, biraz içirəm, dayanıram. Mən gələndən sonra içirəm hamısını. Hamısını içirsən. Aferin sənə. Bəs sokdur, şokoladdır, bunlar səncə yemək olar? Ziyandır yoxsa faydalıdır? Ziyandır. Bəs niyə yeyirsən? Arada bir yeyirəm. Arada bir yemirsən, hər gün yeyirsən. Arada bir yeyirəm. Verişdən qabaq mənə dedilər ki, Səid hər gün şokolad yeyir, hər gün sok içir. Hə. Əslində babam gəldi, hər gün sok içir. Əslində hər gün sok içmir. Babam bilə gedəndə sok içir ancaq. Səid, ən çox sevdiyin oyuncaq hansıdır? Ən çox sevdiyim quşqa və kartardır. Niyə? Çünki və kartarı çox sevirəm. Bütün ocaqlarda yaxşı. Çörəkli maşında, maşınları aparır. Sonra başqa nəyi sevirsən? Sonra başqa da sevirəm. Sonra başqa yatmamaq istəmirəm. Yatmaq istəmirsən? Hə. Günorta yatmaq istəyirəm, axşam yatmaq istəyirəm. Günorta sənə deyirlər yat. Hə. Kim deyir? Ana. Ana deyir yat, ona görə anavı sevirsən, atavı sevirsən, hə? Hə. Ata deyir yatma, hə? Ata işdə olur onda. Ata işdə olur. Hə.
atan üçün darıxırsan, mamaya da deyirsən ki, yatmıram, atam gəlsin. Ya atam geç gəlir. Hə. Sonra kimlə dalaşırsan sən ən çox? Açığa atayla daşı. Dalaşırsan? Oyun çalışırlar, bacıyla da. Bəs atavı sevirdin, axı niyə dalaşırsan? Atayla yox ki, bacıyla. Bitəri market qazanmısan, indi verişdən çıxanda sən market aparacaqdın da aparmayacaq. Bacı niyə dalaşırsan? Toylarda caçıq eləyir. Niyə cığalsıq eləyir ki? Nə bilim, öyrədirlər caçıq eləyir. Cığalsıq eləmək nə deməkdir? Caçıq eləmək deməkdir, yəni uduzmaq. Uduzur sənə? Hə. Pislik eləyir, uduzur da sən ud. Hə. Hə, bə niyə dalaşırsan? Sən niyə daşırır? Arada bir mən şeyimi yeyəndə, mənim şeylərimi alanda, onu elə eləyirəm. Axşam gəlir məndən başı istəyir. Verdən olacaq, sənin bacındır da, qoy oynasın. Deyirəm. Sonra bir də var ki, mənim şokoladımı yeyir. Yüzün də nə olacaq ki, sənin bacındır da. Öz şokoladını yedi və mənim şokoladıma keçdi. Bacın böyükdür, sən böyüksən. Mən böyüyəm. Bu balacadır da səndən, nə olacaq ki? Qoy yesin də. Mənim bacım 3 yaşı var, mənim isə 6 yaşım var. Balaca qızdır da, 3 yaşı var. Qoy istəyir ver yesin. Yaxşı. Deyirəm eybi yox. Alayı atam yenə alar. Hə? Hə. Alar atan. O saldı, bravoya getdi, aldıq. Bravodan alırsınız hər şeyi. Reklamlar Arada deyir. bir Azərbaycan, arada bir Arazayla bir dəfə getmişdi. Bravoya, bravoda almışdıq bu içidən şey. Sən marketə getməyi sevirsən? Hə. Marketə gedəndə nə edirsən? Marketə gedəndə gözləyirəm ki, alıb qutarsınlar, sonra mərkilər alacaqlar. Hə, gözləyirsən ki, birinci özləri alış-verişlərini bitirsinlər. Hə. Ondan sonra sən nə almağa başlayırsan? Sonra almağa gedirəm, 3 dənə şey almağa çalışıram. Nə? Və gedirəm mən sevdiyim şeylərə. Gəlirəm orada alıram, jibonla, Sonra nə uzun alırsan? saqqızlarla, Sonra nə alırsan? 3 dənə şey alıram. Sonra da sok alıram. Sok, jenibon, uzun saqqız. Başqa heç nə almırsan? Başqa heç nə almıram. Niyə? Ancaq 3 olmalıdır. Nə 2 olmaz, nə 4 olmaz. Ancaq 3 olmalıdır, hə? Hə, 3 olmalıdır. Niyə 3 olmalıdır ki? Çünki atamın az pulları var, ona görə 3 dənə. Yox, kim deyir sənin atavın çox pulu var? Atamın çox pulu Atan var. bəlkə özü yalandan elə deyib az pulun var. Hə? Bəlkə çox pulu var. Yox, azdır, az. Yox, çoxdur. Azdır. Amma onda azdırsa, Hə, onda denən ki, həmişə çox olsun. yaxşı. Hə? Hə. Ən çox hansı meyvəni sevirsən? Açması meyvəsilə armud, bir də ki alma. Armud yoxsa alma? İkisini də. Yox, birini. Yaxşı, armud. Armud. Niyə armudu sevirsən? Çünki armud dadlıdır. Alma dadsızdır. Alma da dadlıdır. Niyə armudu seçdin? Armudu sevirəm çox. Bəs almanı niyə sevmirsən? Almanı da sevirəm. Niyə ən çox armudu sevirsən, almanı sevmirsən? Çünki arada bir alma geçmiş olur, arada bir pis olur. Başqa meyvə sevmirsən? Yox. Niyə? Bir də nar sevirəm, nar. Nar yoxsa alma? Nar. Bəs bayaq deyirdin almanı ən çox sevirəm. Nə oldu? Nar armudu. Sən meyvəni kimdən yeməyi sevirsən ən çox? Çörəyi sevirəm. Hə. Bacıyla. Sən bacı ilə nar yeyəndə narı sizə kim təmizləyir? Mama. Mama sizə narı təmizləyir, amma sən atağı çox sevirsən. Hə? Səid, sən bağçaya necə gedib gəlirsən? Servisə gedib gəlirəm, anamla atamla gedib gəlirəm. Ananla, atanla gedib gəlməyi sevirsən, servislə getməyi sevirsən. Anamla atamla. Niyə servisi sevmirsən? Çünki servisdə 2 saat uşaqları götürüb, sonra məni düşürdülər, sonra bizlər düşürdülər. Doğru uşaqları götürməsin. Yox, birinci məni düşürsün, sonra o bizlər. Niyə o bir uşaqlarda getmək istəyir axı bağçaya? Hamısı birdən götürür, sonra birinci məni düşürdü, sonra bizlər düşürdür. Onda birinci səni düşürsün. Hə. O birisləri düşürsən nə olar ki? Necə bəzərəm servisdə, pis olaraq. Bezərsən servisdə? Niyə? bezirəm. Şəhərdə gəzirsən də oturub. Nədir? Servisdə bağça qutarla sonra evə gedəndə əl-axirə düşürdülər. Uşaq qutarır, sonra əl-axirə Bəlkə düşürdülər. servisə sürən sürücü səni çox istəyir səndən çoxlu gəzsin, ona görə səni axırda düşürdür. Hə, Hə? Çox istəyir səni. Və səni çox istəyir də, onu da şikayət edirsən. Səninlə gəzmək istəyir də. Hə. Səid, servisdə sürücü səndən söhbət eləyir. yox, söhbət eləmir. Neyini Yola bəs? baxır, yola baxır. Amma iki dənə servis olur. Biri sürücü, bir uşaqlara baxandır. Biri uşaqlara baxır. Hə. Sən sürücünü çox istəyirsən, uşaqlara baxanı?
İkisi də çox sevirəm. Sürücü də qəşəngdir, ikisi də qəşəngdir. Bəs niyə deyirsən servislə getmək istəmirəm? İkisini də çox sevirsənsə? Aslında onları axşam götürür məni, axşam götürür də. Hə. Birinci gedəndə atamla getmək istəyirəm. Amma servis də yaxşıdır. Axşam servislə yaxşıdır, birinci gedəndə anamla atamla yaxşıdır. Səid, servisdə gedəndə sakit gedirsiniz, yoxsa sizə yolda mahnı qoyurlar? Mahnı qoyurlar. Hansı mahnılardan qoyurlar? Bəzən mahnı qoyurlar, bəzən mahnı qoymurlar. Mahnı ən çox qoyurlar, yoxsa ən çox qoymurlar? Çox qoyurlar. Nə mahnısı qoyurlar? Mənim sevdiyim mahnı. Sən deyirsən bu mahnını qoy. Toydasan? Hə. Yox. Servisdə deyirsən ki, Özləri qoyurlar. hə. Özləri qoyurlar. Amma mahnını. mahnını sən seçirsən, hə? Mən seçmirəm, bacım seçir. Bacın seçir. Hə. Nə mahnı seçirsiniz? Nə mahnı seçirik? Mənə sevdiyim mahnısı. Öz bacımın sevdiyi mahnısı. Kimin sevdiyi mahnı? SOS. Kim sevir o mahnını? Məndən və bacı. Oxuya bilirsən SOS-i. Sonra nə mahnı bilirsən? Sonra mahnısı bilirəm. Sən düşmə, oyna onu. Kim oxuyur ki onu? Onu mən də oxuya Yox, bilirəm. kimin mahnısıdır o? O mənim mahnımdır. Sənin mahnındır. Sən müğənnisən. Anamın da mahnısıdır. Atavın da mahnısı var. Atamın mahnısı var, amma kişi mahnısıdır. Nə mahnısı ki öyle? Toy mahnısı. Hansı mahnıdır? Bilmirəm. Oxuya bilərsən? Oxuya bilirəm. Oxu. Vatanı. Matanı. Atan ona qulaq asır. Hə. Deməli, verişdən sonra sən də evə getmirsən, atan da. Buna əmin ola bilərsən. Bir dəqiqə stop eləyək. Matanı özdə. Səid, özün bizə danışmaq istədiyin maraqlı nəsə var? Bəli, bağça. Nədir ki? Hə. Bağçada müəlliməm yazmağı öyrədir. Müəllimənin adı Səminə müəllimə Sabirə xanımdır. İkisi də Sən var. müəllimə burada nəsə demək istəyirsən? Hə. Nə demək istəyirsən? Maç eləmək istəyirəm. Maç eləyirsən müəlliməvi. Hə. Salam demək istəyirsən? Çox istəyirəm. Çox istəyirsən müəlliməvi. Çox. Ən çox hansı müəlliməvi çox istəyirsən? Mən çox Səminə müəllimə. Bəs o birisi müəllimən? O birisi müəllimə də mənə baxır. O birisi müəllimə də bizim paltarlarımızı dəyişdirir, pastellərimizi salır. Bəs onun adı nədir? Sabirə xanım. Ən çox hansını sevirsən? Çox Səminə müəllimə. Bəs o birisi səndən küçəcək axı? O birisini də sevirəm. İkisini də sevirsən. Hə, sonra nə demək istəyirsən? Sonra yazmağı öyrədi, yeşil şeyləri öyrətdi. Qəşəng nə öyrədir? Öyrədi, yazmağı öyrədi, hərfləri öyrədi, oxumağı öyrədi. Sonra Rəqəmləri öyrədi. rəqəmləri öyrədir. Başqa? Sonra nə edirsən bağçada? Sonra nə edirəm? Sonra yatıb dururam. Yemək yeyirsən bağçada? Nə yeyirsən? Cem yeyirəm, şor yeyirəm. Hə. Hə, onları Şor çörək yeyirəm. yeyirsən? Hə. Cırtdansan sən? Şor çörək yemirəm, cem yeyirəm. Cem yeyirsən. Sup yeyirsən orada? Süp yeyirəm. İçində balıqlar olur, balaca. Yox. Olmur. Bəs nə olur içində? İçində bir meyvəşin supu yeyirəm, Hə. meyvəşin supu. Akron supu yeyirəm. Şo? Hə. Bağça ilə başqa demək istədiyin nəsə qaldı? Bir də meyvələr verirlər. Nə meyvə verirlər? Şirniyyatlar verirlər. Alma, armud, şaftalı, kök, Sən də almanı, Xiyar. armudu sevirsən. xiyar da O verirlər. birisləri də yeyirsən hamısını? Hə. Hamısını yeyirsən. Şaftalı yemirəm, şaftalı. Yeyinirsən bəs? Şaftalı yemirəm. Alma ilə xiyarı yeyirəm. Hamısını yeyirsən. Çox da yemirəm. Aferin sənə. Ye güclü ol, yaxşı? Alma ilə xiyarı yeyirəm. Hamısını ye güclü ol, yaxşı? Yaxşı. Tamam. Səid, sən şeir bilirsən? Şey bilirəm. Deyə bilərsən? Bəli. De. Yaxşı. Bilirəm. El bilir ki, sən mənimsən, yurdum yuvam məskənimsən, anam doğma vətənim, sahillər, köçələr, Azərbaycan. Aferin sənə. Alqışlayaq Səidi. Səid, çox sağ ol bizim verişimizə gəldin. Səninlə söhbət eləmək mənim xoşuma gəldi, maraqlı oldu. Əziz dostlar, bugünkü verişimizin buraxılışı bu qədər. Kanalımıza abunə olmağı, bəyənməyi və əsas da yaxşı rəy yazmağı unutmayın.